Masaj etdirmək üçün başqa ölkəyə gedərdiniz. Bəs küçələrində milyonlarla motosikletin hərəkət etdiyi, gecə həyatının səhərə qədər davam elədiyi, cəmi bir neçə dollara doyunca yemək yeyə biləcəyiniz, hətta içərisində səhra belə olan bir ölkə necə? İndi sizə göstərəcəyimiz ölkə məhz Vyetnamdır. Bu videoda Vyetnamın turistlərdən gizli qalan tərəflərini görəcəksiniz. Buradakı masaj salonlarında əslində nələr baş verir? Küçə yeməkləri doğrudanmı dünyanın ən yaxşıları sırasındadır? Niyə bu ölkədə hər kəs motosiklet sürür? Vyetnam niyə son illərin ən populyar səyahət istiqamətlərindən birinə çevrilib? Və ən əsası, Azərbaycandan Vyetnama necə getmək olar? Bunun üçün nə qədər büdcə lazımdır? Bütün bu suallara videonun gedişində cavab verəcəyik. İndi isə gəlin birlikdə Cənub-Şərqi Asiyanın ən maraqlı ölkələrindən biri olan Vyetnama səyahət edək. Cənub-Şərqi Asiya deyiləndə insanların ağlına ilk növbədə rəngarəng, hərəkətli və əyləncə dolu həyat gəlir. Qərb ölkələri ilə müqayisədə burada bir-birindən fərqli mədəniyyətlər, maraqlı küçə yeməkləri və saysız-hesabsız əyləncə imkanları mövcuddur. Xüsusilə də yemək, əyləncə və gündəlik xərclərin Avropa ölkələrinə nisbətən xeyli ucuz olması bu regionu turistlər üçün daha da cəlb edici edir. Məhz bu ölkələrdən biri də Vyetnamdır. Bu Cənub-Şərqi Asiya ölkəsini ziyarət etmək üçün onlarla səbəb var. Vyetnam Asiyanın cənub-şərqində yerləşir və xəritəyə yuxarıdan baxdıqda uzun, şaquli bir formaya malikdir. Şimalda Çinlə həmsərhəddir, qərbdə Laos və Kamboja, şərqdə isə uzun sahil xətti boyunca Cənubi Çin dənizi uzanır. Ölkənin paytaxtı Hanoy şəhəridir və dövlət idarəçiliyi əsasən buradan həyata keçirilir. Videonun sonlarına doğru Vyetnama necə gedə bilərik sualına cavab verəcəm, amma gəlin hələ ki gedib getməməyə qərar vermək üçün Vyetnama getdikdə sizi nələr gözləyir sualına cavab axtaraq. Bura gələn turistlərin ilk üz tutduğu məkanlardan biri Vyetnamın məşhur masaj salonlarıdır. Maraqlıdır ki, bu salonlarda təkcə masaj xidməti göstərilmir. İstəsəniz, burada saç və saqqalınızı da kəstirə bilərsiniz. Ən məşhur xidmətlərindən biri Asmer masajı adlanan xüsusi masaj növüdür. Dünyanın müxtəlif ölkələrindən insanlar məhz bu masajı sınamaq üçün Vyetnama gəlirlər. Müştərilərin böyük əksəriyyəti isə kişilər təşkil edir. Bu masaj zamanı ən vacib məqam bədəninizi tam rahat buraxmaqdır. Əgər toxunulmağa qarşı həssassınızsa, bu xidmət sizə uyğun olmaya bilər. Çünki Vyetnamlı masaj ustaları başdan ayağa bütün bədənə masaj edir. Müxtəlif aromatik yağlar və xüsusi losyonlardan istifadə edirlər. Standart masaj təxminən 1 saat davam edir. İstəyə uyğun olaraq bu müddəti artırmaq və ya azaltmaq mümkündür. Qiymətlər də kifayət qədər münasibdir. Salondan salona dəyişsə də, orta hesabla 40-50 dollara olduqca peşəkar masaj xidməti almaq mümkündür. Təbii ki, ödədiyiniz məbləğ artdıqca xidmətin keyfiyyəti də yüksəlir. Hətta bəzi salonlarda sizə masaj edəcək şəxsi də özünüz seçə bilərsiniz. Masaj ustalarının əksəriyyəti gənc, səliqəli və baxımlı insanlardır. İstəsəniz eyni vaxtda bir neçə nəfərin sizə masaj etməsini də sifariş edə bilərsiniz. Vyetnamda masaj sənayesi həqiqətən yüksək səviyyədə inkişaf edib. Bir çox turist buradakı xidmətin həm keyfiyyətindən, həm də münasib qiymətlərindən razı qalır. Dünyanın bir çox ölkəsində daha baha qiymətə təqdim olunan xidmətləri burada xeyli ucuz əldə etmək mümkündür. Əgər Vyetnama səyahət edirsinizsə, mütləq sınaya biləcəyiniz təcrübələrdən biri də məhz bu masaj salonlarıdır. Gündüz rahatladıqdan sonra isə axşam şəhərin canlı küçələrinə çıxa bilərsiniz. Çünki Vyetnamda həyat gecə-gündüz dayanmaq bilmir. Küçələr gecə saatlarında belə insanlarla dolu olur. Gecə həyatı baxımından Tayland daha məşhur sayılsa da, Vyetnam da heç də ondan geri qalmır. Demək olar ki, hər küçədə bar, kafe və ya gecə klubu fəaliyyət göstərir. Neon işıqları ilə bəzədilmiş küçələr əsasən mavi və bənövşəyi rənglərin hakim olduğu xüsusi bir atmosfer yaradır. Əyləncə məkanlarının girişində qonaqları əsasən gənc qadınlar qarşılayır. Hətta sizi içəri dəvət etmək üçün söhbət etməyə çalışırlar. Təxminən 102 milyon əhalisi olan Vyetnamda rəqabət kifayət qədər yüksəkdir. Buna görə də hər bir məkan müştəri qazanmaq üçün əlindən gələni edir. Bu strategiyanın uğurlu olduğunu da demək olar. Çünki məkanların içi də küçələr qədər izdihamlı olur. Gecə klublarına daxil olmaq üçün xüsusi şərtlər yoxdur. Tək olmağınız da problem yaratmır. Yetər ki, əylənmək və pul xərcləmək istəyəsiniz. Küçə boyunca fəaliyyət göstərən əyləncə məkanları sizə xidmət göstərmək üçün yarışır. Bu məqsədlə də əsasən gənc və baxımlı qadın əməkdaşlardan istifadə olunur. Küçədən keçən insanların bir çoxu da bu dəvətlərə müsbət cavab verərək müxtəlif xidmətlərdən yararlanır.
Vyetnam küçələrində gəzərkən diqqətinizi çəkəcək maraqlı məqamlardan biri də qadınların sayının kişilərdən çox görünməsidir. Rəsmi statistikaya görə ölkənin təxminən 51 milyondan çoxunu qadınlar təşkil eləyir. Qadınlar daha çox xidmət və əyləncə sahəsində çalışırlar. Ağır sənaye işlərində isə onların payı nisbətən azdır. Məhz buna görə küçə yeməkləri satanlardan tutmuş restoran, kafe və əyləncə məkanlarında çalışanların böyük hissəsini qadınlar təşkil edir. Ümumiyyətlə, Vyetnamlılar xarici görünüşlərinə diqqət yetirən, baxımlı və səliqəli insanlardır. Ölkənin ən hərəkətli və canlı şəhəri isə Saigondur. Bugün rəsmi olaraq Ho Chi Minh şəhəri adlandırılan Saigon, Vyetnamın ən böyük şəhəridir və ölkənin cənubunda yerləşir. Əgər Vyetnam səyahətinizə ölkənin şimalındakı Hanoi şəhərindən başlasaz, Saigonun rəngarəng gecə həyatını yaşamaq üçün ölkə daxilində də uzun bir yol qət etməli olacaqsınız. Vyetnamlılar olduqca mehriban insanlardır. Bunun xarakterlərindən irəli gəldiyi, yoxsa turistləri potensial müştəri kimi gördüklərini demək çətindir. Ancaq bir həqiqət var ki, əcnəbi olduğunuzu hiss etdikləri andan etibarən sizə qarşı son dərəcə səmimi və müsbət münasibət göstərirlər. Məhz bu kiçik görünən detal ölkənin ümumi atmosferini daha da isti və enerjili edir. Ümumiyyətlə, Cənub-Şərqi Asiya ölkələrinin insanları ünsiyyətçil və açıq fikirlidirlər. Onlar tək qalmağı sevmirlər. Həyat onlar üçün küçələrdə keçir. Evə isə əsasən yalnız yatmağa gedirlər. Elə buna görə də Vyetnam və ya Tayland kimi ölkələrə səyahət etsəz və büdcəniz bir qədər imkan versə, burada darıxmağınız demək olar ki, mümkün deyil. Küçəyə çıxan kimi yerli sakinlər sizinlə maraqlanacaq, söhbət etməyə və dostluq qurmağa çalışacaqlar. Qısa desək, Vyetnam münasib qiymətə keyfiyyətli istirahət etmək istəyənlər üçün ideal ölkələrdən biridir. Ölkədə minimum əmək haqqı təxminən $327. Əksər insanların aylıq gəliri isə orta hesabla $400 civarında dəyişir. Gəlirlərin bu qədər aşağı olduğu bir ölkədə yemək, yaşayış, nəqliyyat və əyləncə xərcləri də turistlər üçün kifayət qədər münasib olur. Təxminən $1000 büdcə ilə Vyetnamda unudulmaz bir tətili keçirmək mümkündür. Hətta burada tanış olub ailə quran əcnəbilərin sayı da az deyil. Əgər Vyetnam vətəndaşı ilə rəsmi nikaha daxil olsaz, müəyyən prosedurlardan sonra ölkədə yaşamaq üçün icazə almaq mümkündür. Ancaq yenidən əsas mövzumuza qayıdaq. Vyetnamın canlı küçələrinin bəlkə də ən böyük çatışmazlığı piyada keçidlərinin və səkilərin hər zaman rahat olmamasıdır. Çünki motosikletlər demək olar ki, hər yerdə hərəkət edir. Hətta dar küçələrdə belə piyadaların rahat gəzişməsinə mane ola bilirlər. Bu səbəbdən şəhərin işıqlı küçələrinə valih olub ətrafınıza diqqətsiz yanaşmamalı. Motosikletlərin siqnallarına qarşı hər zaman ehtiyatlı olmalısınız. Ancaq Vyetnamı məşhur edən təkcə masaj salonları və gecə həyatı deyil. Burada gündəlik həyat çox erkən başlayır. Səhər saat 5-dən etibarən küçələr canlanır. Səkilərdə qurulmuş kiçik restoranlar fəaliyyətə başlayır. Demək olar ki, hər tim başında yerli səhər yeməkləri və qəhvə satan məkanlara rast gəlmək olur. Əhalinin çoxluğu səbəbindən burada insanlar daim işləməyə və qazanc əldə etməyə çalışırlar. Qadınlar isə həyatın demək olar ki, bütün sahələrində fəal iştirak edirlər. Gəncindən yaşlısına qədər hər kəs çalışır. Vyetnam haqqında diqqət çəkən başqa bir məqam isə motosikletlərin sayıdır. Ölkədə milyonlarla motosiklet istifadə olunur və onlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Nəqliyyat vasitələrinin bu qədər çox olması səbəbindən yol hərəkəti qaydalarını izləmək ilk baxışda çətin görünür. Bəzən elə təsəvvür yaranır ki, burada yol hərəkəti qaydaları ümumiyyətlə yoxdur. Ancaq maraqlıdır ki, bütün bu qarışıqlığa baxmayaraq küçələrdə özünə məxsus bir nizam hökm sürür. Sürücülər bir-birinin hərəkətinə alışdıqları üçün ciddi xaos yaranmır. Gəlirlərin aşağı olması səbəbindən insanların əsas nəqliyyat vasitəsi motosikletdir. Səhər tezdən valideynlər uşaqlarını motosikletlə məktəbə aparır. Daha sonra isə işə yollanırlar. Bununla belə motosikletlərin mənfi tərəfləri də var. Turistlərin sıx olduğu ərazilərdə bəzi oğurluq hadisələri məhz motosikletlə hərəkət edən şəxslər tərəfindən törədilir. Çantanı qaparaq uzaqlaşmaq burada rast gəlinən cinayət üsullarından biridir. Lakin bu cür hallara baxmayaraq, Vyetnam ümumilikdə təhlükəsiz ölkə hesab olunur. Ölkədə ciddi daxili qarşıdurmalar yoxdur. Vyetnamlılar öz tarixləri və milli kimlikləri ilə qürur duyurlar. Onlar uzun illər müharibələrə, işğallara və müxtəlif çətinliklərə qarşı mübarizə aparmış, bütün çətinliklərə baxmayaraq ayaqda qalmağı bacarmış bir xalqdır. Eyni zamanda qonaqpərvərlik və tolerantlıq da onların ən seçilən xüsusiyyətlərindəndir. Bəs Vyetnamda ac qalmaq mümkündür? Əlbəttə ki, yox. Burada o qədər restoran və küçə yeməyi satılan məkan var ki, seçim etmək belə çətinləşir. Demək olar ki, bütün yeməklərin əsasını düyü və müxtəlif növ ərişdələr təşkil edir. Ərişdələrin onlarla növü mövcuddur.
Bəziləri makaron kimi quru şəkildə hazırlanır, digərləri isə şorbanın içində təqdim edilir. İsti və ya soyuq servis olunan növlərinə də rast gəlmək mümkündür. Məsələn, səhərlər vyetnamlıların ən çox yediyi yeməklərdən biri pho adlanan məşhur şorbadır. Bu yeməkdə düyü ərişdəsi, müxtəlif göyərtilər və toyuq və ya mal əti istifadə olunur. Pho Vyetnamın milli yeməyi hesab edilir və həm qidalılığı, həm də dadı ilə seçilir. Yemək qiymətləri isə tamamilə sizin büdcənizdən asılıdır. İstəsəniz $1 da qarın doyura bilərsiniz, $10 da daha keyfiyyətli və zəngin menyu seçə bilərsiniz. Büdcəniz artdıqca yeməyin keyfiyyəti, təqdimatı və istifadə olunan məhsullarda dəyişir. Vyetnamın ən məşhur xüsusiyyətlərindən biri isə küçə yeməkləridir. Burada küçə yeməkləri sadəcə qidalanmaq vasitəsi deyil, artıq ölkənin mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Turistlər çox vaxt həyatlarında ilk dəfə gördükləri yeməklərlə məhz burada tanış olurlar. Üstəlik yeməyin hazırlanmasını izləmək də onun dadına baxmaq qədər maraqlıdır. Çünki aşpazlar sifarişləri gözünüzün qarşısında hazırlayırlar. Burada bir məqama da diqqət etmək lazımdır. Küçə yeməklərində donuz ətindən kifayət qədər geniş istifadə olunur. Əgər hər hansı qidaya və ya ət növünə qarşı həssaslığınız varsa, sifariş verməzdən əvvəl mütləq tərkibini soruşun. Ümumiyyətlə, Vyetnam mətbəxinin əsas xüsusiyyəti yeməklərin çoxlu sayda ingrediyentdən hazırlanmasıdır. Demək olar ki, hər yeməyə müxtəlif tərəvəzlər, göyərtilər və ət əlavə olunur. Porsiyalar kifayət qədər böyükdür və qiymətinə görə olduqca sərfəlidir, lakin ilk günlər bu qədər müxtəlif məhsulun bir yeməkdə birləşməsinə alışmaq bəziləri üçün asan olmaya bilər. Vyetnamı gözəl edən təkcə insanları və şəhərləri deyil, ölkənin möhtəşəm təbiəti də xüsusi diqqət çəkir. Bura gəlmişkən məşhur Halong körfəzində gəmi turlarına qoşula bilərsiniz. Əfsanəyə görə bu ad əjdahaların yer üzünə indiyi məkan mənasını verir. Hanoydan həm bir günlük, həm də gecələməli Halong körfəzi turları təşkil olunur. Vyetnamın başqa bir simvolu isə nəhəng düyü teraslarıdır. Bu əkin sahələri həm ölkənin ərzaq təminatında mühüm rol oynayır, həm də möhtəşəm mənzərəsi ilə turistləri valeh edir. Ən gözəl düyü terasları ölkənin şimalında, Çin sərhədinə yaxın bölgələrdə yerləşir. Əgər imkanınız varsa, bu yaşıl mənzərələri görmədən Vyetnamdan ayrılmayın. Vyetnamın ən təəccüblü yerlərindən biri isə Mui Ne adlı səhra ərazisidir. Bəli, yanlış eşitmədiniz. Cənub-Şərqi Asiya ölkəsində həqiqi səhranı xatırladan qum təpələri mövcuddur. Əslində Mui Ne balıqçı qəsəbəsidir, lakin torpağının quruluşu Afrikadakı səhraları xatırlatdığı üçün bu ərazi turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib. Vyetnamda görüləcək yerlərin sayı o qədər çoxdur ki, bu ölkə bir çox insanın ömründə ən az bir dəfə görməli olduğu məkanlardan sayılır. Necə bir insan olmağınızdan asılı olmayaraq, burada sizi maraqlandıracaq bir guşə mütləq tapılacaq. Əgər bu füsunkarlıq sizi qane etdisə, nə vaxtsa getməyi planlayırsınızsa, Azərbaycandan Vyetnama necə getmək olar və bunun üçün nə qədər büdcə lazımdır? Hazırda Bakıdan Vyetnama birbaşa aviareyslər yoxdur. Buna görə də İstanbul, Doha, Dubay və ya Abu Dhabi üzərindən transferlərlə Hanoy və ya Ho Chi Minh şəhərlərinə uçmaq mümkündür. Uçuş müddəti seçdiyiniz marşrutdan asılı olaraq təxminən 13-20 saat arasında dəyişir. Vyetnama səfər etmək üçün Azərbaycan vətəndaşlarına viza tələb olunur. Bunun üçün etibarlılıq müddəti ən azı 6 ay olan xarici pasportunuz olmalıdır. Vizanı isə elektron qaydada əvvəlcədən almaq mümkündür. Xərclərə gəlincə isə mövsümdən asılı olaraq gediş-dönüş aviabiletinin qiyməti təxminən 800-1500 manat arasında dəyişir. Vyetnam isə gündəlik yaşayış baxımından kifayət qədər sərfəli ölkələrdən biridir. Büdcə otellərində gecələmək, küçə yeməkləri ilə qidalanmaq və şəhərdaxili nəqliyyatdan istifadə etməklə gündə təxminən $40-70 xərcləməklə rahat şəkildə səyahət etmək mümkündür. Ümumilikdə isə 7-10 günlük Vyetnam səyahəti üçün təxminən 2-3 min manat büdcə ayırmağınız kifayət edəcək. Əlbəttə, seçəcəyiniz otel, uçuş və səyahət tərziniz bu məbləği artıra və ya azalda bilər. Vyetnam haqqında bilməli olduğunuz əsas məqamlar bunlar idi. Gördüyünüz kimi bu ölkə təkcə gözəl mənzərələri ilə deyil, fərqli mədəniyyəti, maraqlı küçə həyatı, zəngin mətbəxi və münasib qiymətləri ilə də milyonlarla insanı özünə cəlb edir. Bəs siz Vyetnama səyahət etmək istərdinizmi? Ən çox hansı məqam diqqətinizi çəkdi? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Əgər bu video xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olub bildirişləri aktiv edin. Çünki növbəti videolarda da sizi dünyanın maraqlı ölkələrinə aparmağa davam edəcəyik. İzlədiyiniz üçün təşəkkürlər.